etsək, görərik ki, Quran-ı Kərimdə də misallar onu göstərir və Quranda olmayan misallarda da görürük ki, hansı cəmiyyətlər aradan gedibsə, o cəmiyyətdə mənəviyyat olmayıb. Və yaxud hansı xalqlar məhv olubsa, tamamilə tarixdən silinibsə, səbəb onların mənəviyyata malik olmamasıdır. Yaxud düzgün şəkildə riayət etməməsidir. Hər halda bizim bu zamanda üzərimizə düşən bir vəzifə var. Vəzifə ondan ibarətdir ki, olduğumuz mühitdə, yaşadığımız cəmiyyətdə insanlara mənəvi dəyərləri riayət etməyi, bilməyənlərə öyrətmək, unudanlara xatırlatmaq, belə bir vəzifəmiz də var bizim.